Salam qızlar, necəsiz? Nə var, nə yox? Həmişə məndən saç uzatmaq üçün bir vasitə istəmisiniz. Çünki mənim əvvəlki saçımı görən qızlar burada videosunu yerləşdirəcəm. Mən özüm bu il kəstirmişəm saçlarımı. Çünki hövsələm çatıb daraya bilmirdim, qulluq eləyə bilmirdim artıq. Və ona görə mən özümü qananla saçımı həmişə elə yumuşam. Və ona görə də saçım sürətlə uzanıbdı. Saçım çox uzun idi və həqiqətən də indi də uzanır. Və yenidən uzatmaq fikrinə düşmüşəm. Demirəm sizə lap uzun istəyirəm, bu saçlarımla narazıyam. Xeyr, sadəcə olaraq istəyirəm ki, saçımın bu hissələrində yeni tüklər çıxsın. Çünki məndə burada keçəlləşmə getdi ana olandan sonra. Və burada işıq var, ona görə bura belə eləyəcək. Və qızlar, şampunumun içərisinə nə əlavə edirəm ki, saçlarım uzanır, onu sizə göstərəcəm. Sadəcə quru maya, bir dənə böyük boy, bu 1 litrlik şampundur və bu gün istifadə olunur sadəcə bir dəfə 750 ml-likdir. Bu boyda şampunun içərisinə gözlüyümdən bunu açım. Yəni bir dəfə istifadə olunduğuna görə və böyük boy olduğuna görə siz əgər şampununuz 400 və yaxud da 300 ml-liksə 1 çay qaşığı, 750 ml-lik olduğuna görə 2 çay qaşığı quru maya əlavə edirsiniz. Əgər videom faydalı oldusa səhifəmi takip edib, bəyənib videomuzu qayd etməyi unutmayın. Tökürsünüz, bir gün saxlayırsınız, daha sonra isə başınızı bundan yuyursunuz. Belə qızlar. Mən çay qaşığını dolub tökürəm, yəni bir dənə də belə tökəcəm. Baxın. Gördünüz? Всё. Və hər dəfə bu şampunla saçımı yuyacağım. Bir gün qalmağı ondan ötərdi ki, maya qarışsın. Всё. Baxsan nəsə düzgün bağlanmır. Bir dəfə qarışdırım. Всё qızlar, belə. Bu videonu mütləq qayd edin ki, sizə də yararlı olsun. Bu formada da qarışdırırıq və hər dəfə saçımızı bu şampunla yuyuruq. Fərqi yoxdur, sizin şampununuz hansı olursa olsun.